Mən Məmmədov Elşad Ərşadoğlu, Azərbaycan Texnologiya Universitetinin Ətraf Mühitin Mühafizəsi Kafedrasının müdiriyəm. 2023-cü ildə bizim kafedra yaranmışdı və 2023-cü ildən mən bu kafedranın müdiriyəm. Mən 1952-ci ildə indiki Şirvan şəhərində, o zaman Əl-Bayramlı rayonundan anadan oldum. 4 nömrəli orta məktəbə getdim. Məktəbimiz çox güclü məktəb idi. Elə əsas da bizim o, necə deyirlər, o fundamenti, əsası o məktəbdən qoyuldu. Məktəbdə oxuyarkən mənim arzum Moskva Dövlət Universitetinə qəbul olunmaq idi. Qarşımda bir neçə ixtisas var idi, düşünürdüm. Lakin mən kimya ixtisasını və ətraf mühit sahəsini çox maraq göstərdiyim üçün bu sahəni seçdim. Lakin müəyyən səbəblərə görə mənim sənədlərimi hazırlaya bilmədim. O vaxtı Moskva Dövlət Universitetinə qəbul iyul ayında gedirdi. Mən sənədlərimi Bakı Dövlət Universitetinə təqdim elədim və Bakı Dövlət Universitetinə qəbul oldum. Mənim universitetdə çox gözəl müəllimlərim var idi. Universiteti bitirdikdən sonra mən təyinatla İmişli Dəmir Beton Zavodunda çalışdım və 1978-ci ildə mən Azərbaycan Texnologiya Universitetində fəaliyyətimə başladım və bu zaman mən düşünürdüm artıq ki, mən təhsilimi davam etdirim, mən elmi tədqiqat işi ilə məşğul olum. Mən dediyim kimi, orta məktəbdə çox güclü müəllimlərimiz var idi bizim. Orta məktəbdə oxuyarkən hələ mən Moskva Dövlət Universitetinin qiyabi hazırlıq kurslarında oxuyurdum. Orada fizika, kimya, riyaziyyatdan bizə kontrol, yoxlama işləri göndərirdilər. Mən onları eləyirdim. O cavabları göndərirdim Moskvaya. Oradan müvafiq rəylərlə bizə qaytarırdılar. Sonradan demək, mən dediyim kimi, universiteti bitirdikdən sonra İmişli Dəmir Beton Zavodunda işlədim, mühəndis-texnoloq kimi və sonradan Azərbaycan Texnologiya Universitetində fəaliyyətimi davam etdirdim. Burada kiçik elmi işçi kimi, təsərrüfat hesablı elmi tədqiqat işlərində mən kiçik elmi işçi kimi fəaliyyətimi davam etdirdim və sonradan o zaman Azərbaycan Politexnik İnstitutunun Gəncə filialı idi. Orada bizim Gəncə filialının Komsomol Komitəsinin katibinin müavini oldum. Sonra Komsomol Komitəsinin katibi seçildim. Lakin mənim arzum elmi iş idi, aspirantura idi, yəni indiki doktorantura idi və məqsədim Moskva Dövlət Universiteti yenə də gündəmdə qalırdı. Və bu fikirlə mən 1981-ci ildə işlərimi təqdim elədim Moskva Dövlət Universitetinin aspiranturasına, doktoranturaya və mən doktoranturaya qəbul oldum. Mən doktoranturaya qəbul oldum. O zaman bizim Moskva Dövlət Universitetinin çox böyük alimlər orada çalışırdı. Ümumilikdə mən sizə deyim, Moskva Dövlət Universitetinin tarixində 11 Nobel mükafatı laureatı çalışıb. 11 Nobel mükafatı. Mən qəbul oldum kimyavi ekologiya laboratoriyasına. Bizim laboratoriyanın müdiri o zamanki Moskva Dövlət Universitetinin birinci prorektoru professor Vovchenko Grigori Daniloviç idi. Rəhbərim akademik Bogdanovski Grigori Andreyeviç idi və Girusov Eduard Vladimiroviç kimi bizim çox dəyərli, qiymətli professorlardan o vaxtı mən dərs aldım. Və dissertasiya işim mənim ətraf mühitin mühafizəsi, sənaye tullantı sularının təmizlənməsi. Bu mövzuda mən dissertasiya işimi müdafiə etdim və Moskva Dövlət Universitetində kimya üzrə, kimya elmləri namizədi o vaxt ki, indiki kimya üzrə fəlsəfə doktoru dərəcəsini aldım. Və sonradan mən Azərbaycan Texnologiya Universitetinə qayıtdım yenə də və Azərbaycan Texnologiya Universitetində assistent, doçent 1999-cu ildən 2007-ci ilə qədər
elmi işlər üzrə prorektor vəzifəsində işlədim və sonradan demək Azərbaycan Dövlət Aqrar Universitetində və AMEA Gəncə bölməsində fəaliyyətimi davam etdirdim və sonradan yenə Azərbaycan Texnologiya Universitetinə qayıtdım və 2023-cü ildən Ətraf Mühit Mühafizəsi Kafedrasının müdiri kimi fəaliyyət göstərirəm. Mənim üçün xüsusi əhəmiyyət kəsb edən o mərhələlərdən mənim Azərbaycan Texnologiya Universitetində doktorluq dissertasiyası üzərində çalışdığım müddət. Bu müddətdə eyni zamanda mən 8 layihənin rəhbəri oldum bu müddətdə. Demək olar ki, Azərbaycan Texnologiya 90-cı ildən təxmini mən sizə deyərəm 2007-8-ci ilə qədər bir 8 layihənin rəhbəri oldum. Bu bizim üçün çox böyük əhəmiyyət kəsb edən məsələ idi. Sonradan mən bir neçə dəfə Moskvada oldum. Moskva Dövlət Universitetində dissertasiya işimi, doktorluq dissertasiya işimi tamamladım. Bu çox önəmli bir mənim üçün mərhələ idi və sonradan deməli Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunda mən işimi tamamladım və həmin institutda da dissertasiya işimi müdafiə etdim və bu mənim üçün yeni bir mərhələnin başlanğıcı idi. Ümumiyyətlə, həmişə bir neçə yoldan mən çalışmışam, onun çətin yolu seçim özüm üçün. Və siz mənə belə bir sual verə bilərsiniz ki, əgər yenidən mən seçim qarşısında qalsaydım, nəyi seçərdim? Mən sizə deyərdim ki, mən yenə həmin bu yolu seçərdim, mən yanılmamışam. Çünki hələ orta məktəbdə oxuyarkən evdə də mənə sərbəstlik verilirdi seçim qarşısında. Mən yenə bu yolu seçərdim, bu yolu davam edərdim. Aydındır ki, orada müəyyən qədər indi az-çox müəyyən səhvlərim olub, o səhvləri düzəltmək şərti ilə və eyni zamanda mən onu deyim ki, bu müddətdə 20 ölkədə mən müxtəlif tədbirlərdə, konferanslarda olmuşam. Bir neçə demək, böyük beynəlxalq konferanslarda mən iştirak eləmişəm. Belçika, Rumıniya, Polşa, son olduğum ölkələr İtaliya, Fransa, Almaniya, Macaristan. Bu ölkələrdə mən konferanslarda, müxtəlif tədbirlərdə iştirak eləmişəm. Və əsas da mən onu deyim ki, sizə ümumiyyətlə mənim hələ məktəbdə oxuyarkən, universitetdə oxuyarkən elmə və dilə biliyim, marağım çox idi. Ona görə demək bu müxtəlif demək, evimdə də zəngin bir kitabxanamız var idi. İndi də var, amma indi o tələbələr də ondan istifadə edirlər, ona görə biraz azalıbdır. Elmi nailiyyətlər mənim demək, Moskva Dövlət Universitetində olarkən sənaye müəssisələrinin tullantı sularının təmizlənməsi sahəsində. Bu məsələ bizim Azərbaycan üçün çox vacib əhəmiyyət kəsb edən məsələlərdən biridir. Çünki müxtəlif proqnozlar onu göstərir ki, əsas da pessimist proqnozları mən qeyd etmək istəyirəm ki, şirin su ehtiyatlarının tükənməsi hətta neftdən də tez baş verə bilər. İkinci belə bir pessimist proqnoz, əgər bu templə tullantıların, məişət tullantılarının əmələ gəlməsi davam edərsə, 25-30 ilə, maksimum 40 ilə demək biz hardasa bir təmiz bir sahə torpaq tapa bilməyəcəyik. Yəni ki, bu olduqca acınacaqlı belə bir problemdir. Mənim də əsas demək o elmi tədqiqat işlərim tullantı sularının təmizlənməsi, sənaye tullantı sularının o zaman Azərbaycanda bu Gəncədə fəaliyyət göstərən Gəncə xalça kombinatının tullantı sularının təmizlənməsi ilə məşğul olduq. Burada elektrokimyəvi, elektrokatalitik təmizlənmə üsullarından biz istifadə elədik, ekoloji təmiz üsullardan istifadə elədik və mənim elmi işimin davamı olaraq, yəni ilkin dissertasiyamın işimin davamı olaraq bu sahədə də mən
Radiasiya Problemləri İnstitutunda doktorluq dissertasiyamı müdafiə elədim. Və onu da qeyd etmək istərdim ki, bu günləri demək, Azərbaycan üçün bu olduqca əhəmiyyət kəsb edən məsələlərdən biridir. Bu olduqca vacib bir problemdir və biz bu problem üzərində kafedramızda işi davam etdiririk. Bizim hal-hazırda doktorantımız Elnur Arifzadə bu günləri indi hal-hazırda doktoranturanı Qazaxıstanda Almatı şəhərində davam eləyir bu mövzu üzərində. Kafedramız gənc kafedradır. 2023-cü ildə hörmətli rektorumuzun dəstəyi ilə bizim kafedra yaradılmışdı və kafedraya ümumiyyətlə ətraf mühitin mühafizəsinə, ekoloji problemlərə, həyat fəaliyyət təhlükəsizliyi problemlərinə olduqca mən görürəm, çox böyük diqqət göstərilir universitetimizdə və bu sahədə də müxtəlif istiqamətlərdə biz elmi tədqiqat işləri aparırıq. Mən qeyd etmək istəyirəm ki, burada kafedramızda 3 dissertasiya işi tamamlanmışdı, yerinə yetirilmişdi. Demək, dissertasiya işi biri Əliyeva İmminin dissertasiya işidir. Bu Gəncə şəhərinin atmosfer havasının tədqiqi ilə bağlı idi. İkinci dissertasiya işi dağ mədən sənayesinin ətraf mühitə və daşkəsən torpaqlarına təsiri idi. Bunu Lamiyə Xəlilova və Daşkəsən, Göygöl, Daşkəsən, Gədəbəy rayonunun atmosfer havasında ağır metalların tədqiqi mövzusunda və indi hal-hazırda müəllimə Aqrar Universitetində fəaliyyətini davam etdirir. Bu da Şəhla Nuhiyevanın dissertasiya işi idi. Bu iş də tamamlanıbdı. Demək, digər bizim istiqamətdə işimiz Gəncə, Göygöl, Kəlbəcər rayonlarının təbii ehtiyatlarının tədqiqi mövzusunda biz elmi tədqiqat işləri aparırıq kafedrada. Bu günləri çox vacib əhəmiyyət kəsb edən məsələlərdən biridir. Burada yaşıl texnologiyalar, İKT və demək, biznesin inkişafı istiqamətində və eyni zamanda bunlar da çox geniş spektrli biliyə malik olma qabiliyyətini tələb edir. Bu sahədə olduqca böyük əhəmiyyət kəsb edən problemlər mövcuddur. Və eyni zamanda da sənaye əlaqələrində bura əlavə eləsək, mən qeyd etmək istəyirəm ki, hələ yarım əsr bundan əvvəl götürsək, bir ölkənin inkişafı onun iqtisadi inkişafı ilə müəyyən eləyirdi, götürülürdü. Lakin son zamanlar ekoloji problemlər ön plana çıxaraq çox böyük əhəmiyyət kəsb edən məsələlərdən biridir. Hətta bu günləri dünyada sülhün bərqərar olunması məsələləri də ekoloji problemlərlə bağlıdır. Bununla əlaqədar olaraq bizim kafedrada da bu sahədə sənaye əlaqələrinin genişləndirilməsi, sonra eyni zamanda bu müasir texnologiyaların tətbiq edilməsi də bizim üçün çox vacib əhəmiyyət kəsb edən məsələlərdən. Müasir texnologiyaların bizim tədris prosesində tətbiq edilməsi, tələbələrin sənaye müəssisələri ilə əlaqəsi və eyni zamanda tələbələrin müasir texnologiyalara yiyələnməsi sahəsində müəyyən işlər aparırıq. Sənaye müəssisələri ilə bizim artıq 2023-cü ilə və 2023-cü ildən əvvəl, 2023-cü ildən sonra bizim kafedra yaranandan sonra biz
Mingəçevir İstilik Elektrik Stansiyası ilə bizim hazırda müqaviləmiz var. Onlarla əməkdaşlıq eləyirik. Göygöl Milli Parkı ilə bizim artıq bir neçə ildir bizim əməkdaşlığımız var. Bir konfrans da keçirmişdik orada. Bizim Körçay Dövlət Qoruğu ilə müqaviləmiz var. Eyni zamanda Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Ekologiya və Təbii Ehtiyatlar İnstitutu ilə müqaviləmiz var. Bizim eyni zamanda da bizim bitmiş müqavilələrimiz var ki, artıq vaxtı bitib, amma biz əməkdaşlığımızı davam etdiririk. Bizim bir sıra analizlərimiz BUBNA, Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda həyata keçirilmişdir. Bizim onlarla birgə elmi məqalələrimiz var, bizim onlarla birgə elmi tədqiqat işlərimiz var. Onlar bizim universitetdə bizim konferanslarda iştirak ediblər, seminarda iştirak ediblər və bizim sıx əlaqələrimiz mövcuddur. Bizdə artıq 2 yox 3 ixtisasdır bizim kafedrada. Yenə də demək, mən qeyd eləmək istəyirəm ki, bugün müəyyən bizə göstərilən dəstək sahəsində bizə həyat fəaliyyətinin təhlükəsizliyi ixtisasını bizə verdilər. Ekologiya mühəndisliyi, ekologiya ixtisası və həyat fəaliyyətinin təhlükəsizliyi ixtisasları bizim kafedrada demək kadr hazırlığı aparılır bu ixtisaslar üzrə. Ekologiya və ekologiya elmi ümumiyyətlə canlı orqanizmlərin onları əhatə edən ətraf mühitlə qarşılıqlı əlaqəsini öyrənən elmdir və ekologiya mühəndisliyi isə sırf tətbiqi xarakter daşıyır. Burada mühəndis qurğular, ətraf mühitə təsirin azaldılması məsələsi, ətraf mühitin çirklənməsinin qarşısının alınması, tullantıların zərərsizləşdirilməsi və bu kimi məsələləri demək həyata keçirən elmdir. Burada demək sırf tətbiqi xarakter daşıyır. Həyat fəaliyyətinin təhlükəsizliyi isə SATAM. Bu günləri demək olar ki, ən vacib sahələrdən biridir. Belə ki, insanların ətraf mühitə təsirinin azaldılması, bu gərginliyin nisbətən azaldılması olduqca vacib əhəmiyyət kəsb edir və onu mən qeyd etmək istərdim ki, bu günləri əgər biz deyiriksə tullantısız texnologiyalar, bu tullantısız texnologiyalar təbiətdə mövcud deyil. Tullantısız texnologiyalar ümumiyyətlə mövcud deyil. Tullantısız texnologiya termodinamikanın 2-ci qanununa ziddir. Ona görə biz ancaq deyə bilərik az tullantılı texnologiyalar haqqında. Ümumiyyətlə, ekoloji problemlər bu günləri çox şahiəlidir və onu demək lazımdır ki, müxtəlif ekoloji problemləri. Burada mən deyim ki, sizə elə bir beynəlxalq tədbir yoxdur ki, hətta Birləşmiş Millətlər Təşkilatı səviyyəsində orada ekoloji məsələlər müzakirə olunmasın. Bütün beynəlxalq tədbirlərdə ekoloji məsələlər müzakirə olunur. Bu günləri son zamanlarda ən vacib demək gündəmdə duran problemlərdən biri demək iqlim dəyişməsi məsələləridir. Bu artıq demək olar ki, bütün kütləvi informasiya vasitələrində demək olar ki, bunu biz hər gün eşidirik. Bu günləri ən vacib məsələlərdən biri məişət tullantılarının məsələsidir. Məişət tullantıları götürək, istər məişət, istər sənaye tullantıları. Elə götürək burada bizim yaxınlıqda yerləşən Gəncə alüminium zavodunun. Orada demək kifayət qədər, çox böyük ərazidə, çox böyük bir miqdarda sənaye tullantıları, bərk sənaye tullantıları toplanmışdır. Yəni bu olduqca ətraf mühitə və insan orqanizminə mənfi təsir edən amillərdəndir. Və onu qeyd etmək lazımdır ki, bu günləri insanların əsas xəstəliyinin demək olar ki, 80%-i ətraf mühitdəndir. Adi bir misal deyim, bu günləri kifayət qədər danışmaq olar bu məsələni, amma büdcə ilə qeyd edeyim ki,
demək, suyun çirklənməsi, havanın çirklənməsi, torpağın çirklənməsi nə qədər demək problemləri insan orqanizminə nə qədər təsirlər göstərir. Azərbaycanda 2010-cu il ekologiya ili elan edilmişdi. Ötən il demək ətraf mühit həmrəyliyi ili elan edilmişdi və bu sahədə də universitetimizdə bir sıra işlər aparılmışdı. Mən onu deyim ki, bu günləri bizim tələbələrimiz, gənclərimiz çox fəal iştirak edir burada. Bizim bu kafedramızda demək ekoklub deyilən ekologiya klubu fəaliyyət göstərir. Tələbələr çox demək hədsiz buna maraq göstərirlər. Bu maraqları bunların artıq müəyyən miqdarda makulaturalar toplayırlar, batareyalar toplayırlar. Bilirsiniz ki, bu günləri ətraf mühitə çox kəskin təsir edən amillərdən biri də elektron tullantılardır, bu batareyalardır. Bunlar ətraf mühitə insan orqanizminə mənfi təsir eləyir. Burada digər tərəfdən bir sıra maarifləndirmə işləri də aparılıb. Burada müxtəlif demək, universitet tədbirlərdə iştirak eləyibdir. Eyni zamanda bizim tələbələrimiz ətraf mühitin mühafizəsində Gəncə çayı demək boyu orada tullantıların təmizlənməsində çox fəal iştirak eləyiblər. Və eyni zamanda bu bizim gənclərimiz bu ətraf mühitin mühafizəsi sahəsində mən dediyim kimi bu maarifləndirmə xarakteri daşıyan tədbirlər çərçivəsində flash mob keçiriblər. Avtomatlaşdırma bu günləri ekoloji problemlərin həllində çox vacib əhəmiyyətə malikdir. Demək olar ki, ekoloji problemlərlə sıx bağlıdır. Belə ki, bu texnologiyaların tətbiqi nəticəsində tətbiqi ilə ətraf mühitə təsirlərin azaldılması, ətraf mühitin idarə edilməsi sahəsində eyni zamanda vaxta qənaət edilməsi ilə işləri aparmaq mümkündür. Bu günləri eyni zamanda mən onu deyim ki, avtomatlaşdırma ilə yanaşı çox böyük əhəmiyyətə malik olan məsafədən zondlamanın tətbiqi ətraf mühitin mühafizəsində çox vacib əhəmiyyətə malikdir. Belə ki, istər kənd təsərrüfatında, istər meşə ekosisteminin qorunmasında, istər suların idarə edilməsində, istər ətraf mühitin mühafizəsi və idarə edilməsində çox böyük əhəmiyyətə malikdir. Elmi tədqiqat, elm entuziazm üzərində qurulur. Yəni, maraq, həvəs, hədsiz maraq, həvəs olmalıdır. Elmi tədqiqat işi bu entuziazm üzərində qurulur, belə. Və kiçik bir resept deyərdim. Yaxşı mütəxəssis olmaq üçün, yaxşı elmi işçi olmaq üçün birinci növbədə ixtisasını bilsinlər, ixtisasını yaxşı bilsinlər. İkinci, dil biliyi. Olduqca vacib məsələdir. Dil biliyi. Nə qədər də çox dil bilsələr, o qədər yaxşıdır. Üçüncü, fəlsəfəni oxusunlar, fəlsəfəni bilsinlər. Bu üçünü bunlar mükəmməl bilsələr, bunlar demək yaxşı nəticəyə nail ola bilərlər. Mən onu deyim ki, sizə, məsələn, digər ölkələrin təcrübəsində getdiyim, gördüyüm və eşitdiyim bu, hardasa bir neçə il bundan əvvəl Milli Elmlər Akademiyasında da belə bir seminar keçirilmişdi. Burada demək bu, Avropa ölkələrində. Almaniyada dissertasiya işini yazır ingilis dilində, dissertasiya işini fransız dilində. Yəni ki, bu dil biliyi bu, çox vacib əhəmiyyətə malikdir. Bu günləri tələblər çoxdur,
bu günləri artıq demək olar ki, dünya çox böyük sürətlə inkişaf eləyir. Mən onu demək istərdim ki, artıq əgər belə götürsək, insanlar milyard ildir ətraf mühitə, təbiətə təsir göstərir. Lakin belə baxanda son bəlkə 25-30 ildə göstərdiyi təsiri bu milyard illərdə insan ətraf mühitə göstərməyib. Ona görə bu bizim artıq demək bu tələblər də çoxdur. Bizim də qarşımızda müəyyən məqsədlər qoymuşuq. O cümlədən sənaye əlaqələrimizi inkişaf elətdirək. Bu günlər olduqca vacib əhəmiyyət kəsb edən problemlərdən biridir. Elmi tədqiqat işlərimizi genişləndirək, demək, sənaye əlaqələri ilə birgə bizim Göygöl Milli Parkı ilə apardığımız bir sıra demək olarla bir yerdə apardığımız tədqiqat işləri var. Və demək, digər sənaye müəssisələri ilə də əlaqələrimizi genişləndirək. Sonra demək, xarici əlaqələrimizi genişləndirək. Bizim kafedranın elmi tədqiqat işlərinin digər demək alimlərlə birgə bu işlərin aparılmasına nail